Salam, hər vaxtınız xeyirli olsun, əziz Təfəkkür TV izləyiciləri. İnşallah ki, bugünkü mövzumuz ailədə davranışlar haqqında olacaq. Bildiyiniz kimi, cəmiyyətin ilk nüvəsi ailədir və insanlar ilk dəfədə ailənin qucağında, valideynlərinin qucağında, öz ailələrində sevgi, məhəbbət, aramlıq hissini qazanırlar. Elə buradaca da, yəni ailədə şəxsiyyətləri, xarakterləri də formalaşır. Ailə insanın ilk məktəbidir və əxlaq, şəxsiyyət, ailədə bir-biri ilə ünsiyyət, paylaşmaq, hər birisi ailədə formalaşır. Özünə dəyər hissi, insanlara etibar etmə bacarığı, hər birisi ailədə öyrənilir. Möhkəm ailədə sevgi ilə yanaşı, həm də ünsiyyət qurma bacarığı da olmalıdır. Problemləri həll etmə bacarığı da olmalıdır. Ailədə fərdlər müxtəlif mədəniyyətlərdən gəlir. Bir ailədə iki şəxsin müxtəlif fikirləri ola bilər. Onların hər bir məsələyə baxış bucaqları da fərqli ola bilər. Eləcə də problemləri həll etmə yöntəmləri də fərqli ola bilər. Ailədə ünsiyyət açardır. Amma tək başına yetərli olmur bəzən. Bir ailədə ünsiyyət qurmaq üçün bir sıra məsələlərə diqqət yetirmək lazımdır. Onlardan bir neçəsini sizin üçün vurğulayacağıq. Ünsiyyət üçün yetərli olan, ünsiyyət üçün əsas olan amillərdən biri də seçdiyimiz sözlərə, kəlmələrə diqqət yetirməliyik. Seçdiyimiz sözlərə, səs tonumuza, bədən dilimiz çox önəmlidir. Eləcə də qarşımızdakı şəxsi dinləməyi bacarmalıyıq. Mövzuya həmişə səbrlə başlamaq lazımdır. Əgər hisslərinizi cilovlaya bilmirsinizsə, o zaman həmən saatda, həmən gündə mövzuya başlamayın. Digər günlərdə mövzuya, ünsiyyətə başlaya bilərsiniz. Ünsiyyət zamanı doğru məkanı və zamanı seçmək lazımdır. Sual etsəz ki, yaxşı ailə hansı ailədir? Yaxşı ailə problemsiz ailədir? Əlbəttə ki, xeyr. Problemsiz hər ailədə kiçik də olsa problemlər olur. Əsas olan odur ki, bu problemin öhdəsindən gəlmə bacarığının olmasıdır. Onu həll etmə bacarığı lazımdır. Ailədə kişi və qadın hər biri öz üzərinə düşən məsuliyyəti yerinə yetirsələr, inanın ki, ən böyük problemlər belə onların gözündə kiçik görünəcək. Qadın və kişi bir-birləri üçün yaxşı həyat yoldaşı olmalıdırlar. Belə təqdirdə heç bir yük onlara ağır gəlməz. Evlilik nəsil artırmaq fabriki deyil. Evlilik özünü başqalarına göstərmək də deyil. Evlilik sistemində nə ilə qarşılaşırsan qarşılaş, yalnız qarşı tərəfə xoş enerji ötürmək var. Bütün problemlərin içində bir-birinin kənarında aramlıq tapmaq var. Əks halda ailədə yaşayış nə qədər gözəl olursa olsun, nə qədər firavan, nə qədər yaxşı olursa olsun, əgər həyat yoldaşınla ünsiyyətin yoxdursa, həyat yoldaşınla xoşbəxt deyilsənsə, ən kiçik problemlər belə gözündə böyüməyə başlayacaq. Xoşbəxt evliliklər hər şeyin yolunda getdiyi, borcu olmayan, övladı dərslərində müvəffəq olan ailələr deyil. İki şəxsin bir-birinə hörmət, sevgi göstərdiyi ailələrdir xoşbəxt ailələr. Saydıqlarımızın hər birisi keçicidir. Borc da ödənər, övladlar da böyüyər. Əsas olan odur ki, ailədə güvən hissi, sevgi, hörmət bir-birinə itməsin. Əgər bu sevgi, güvən ailədə dəyərini itiribsə, sonradan onları bir araya gətirmək çox çətin olur. Bəlkə də bu sözləri çox eşitmisiniz ətrafınızda ki, deyirlər, sevməsəydim evlənməzdim ki, sevməsəydim bu qədər problemlərə dözməzdim, sevməsəydim bir dəqiqə belə yanında qalmazdım. Əzizlər, bu açıqlamalar heç birisi sevginin göstəricisi deyil. Sevgi böyük sözlərlə yox, gündəlik həyatımızda kiçik davranışlarla göstərilir. Sevgi qarşındakını özəl və dəyərli hiss etdirməkdir sadəcə. İnsan həyatının çox hissəsi ailədə həyat yoldaşı ilə, övladları ilə,
qohumları, valideynləri ilə daha çox ünsiyyətdə keçir. Buna görə də ünsiyyət həyatımızda çox vacibdir. Başqa sözlə desək, suyun dili üzmək, qadının dili diqqət və sevgi görməkdir. Kişinin dili isə təqdir və tərifdir. Sevgi və diqqətdən kənarda qalan qadın daha da aqressivləşir, əsəbləşir və hər şeydən narazı olmağa başlayır. Həyat yoldaşı tərəfindən tərif əvəzinə tənqid eşidən kişi isə ya müqavimət göstərəcək, ya da ailədən, evindən soyuyacaq. Ona görə də qısacası mənim həyatım adlandırdığınız həyat yoldaşlarınızın yanında boğulmaq istəmirsinizsə, onların dilini öyrənin. Dilini bilmədiyimiz bir varlığın yanında yaşamaq da çətindir və dilini bilmədiyimiz bir varlığı başa düşmək də çətindir. Ona görə də bir-birinizin dilini unutmayın. Ailə bir bədən kimidir. Ana, ata, övladlar bu bədənin orqanlarına bənzəyir. Əgər orqanlardan biri zədələnərsə, bədən də zərər görər. Buna görə də ailə daxilində problemləri həll etmək üçün çox incə detallara diqqət etmək lazımdır. İnsanın bir əli digər əli ilə rəqabət aparmır. Bir gözü digər gözünü tənqid etmir. Dil isə qulağa etiraz etmir. Əksinə, hər biri bir-birinin qüsurunu örtməyə çalışırlar. Ailə də eyni bu istiqamətdə davam etməlidir. Təsəvvür etsək ki, bir misal da qeyd edim. İnsan gözünə çöp batdığı zaman, yəni yoldan gedərkən gözümüzə bir çöp batdığı zaman ağacın budağını kəsməyə məcbur qalırıq. Ya bu budağı bəzən balta ilə də kəsə bilərik. Əgər o çöpdən bir toz zərrəciyi gözümüzə düşsə, bu zaman biz onu ehtiyatla çıxartmağa çalışmalıyıq. Əgər gözümüzdəki toz zərrəsini də balta ilə çıxartmağa çalışsaq, nəticə heç də yaxşı olmayacaq. Əksinə özümüzə ziyan vermiş olacağıq. Ona görə də ailə məsələlərində, ailə problemlərini həll etməkdə eyni balta ilə göz misalına bənzəyir. Mövzumuzun sonuna gəlib çatdıq. Sağ olun. Gələn verilişlərdə görüşmək ümidi ilə.